Salamlar, BMW F10 N20 mühərriyin benim beyində ikinci silindrə çıxış verməmə səbəbi ilə yaxınlaşıb. Aşkar olunub ki, həqiqətən də beyində ikinci silindrin MOSFET-ində silovoy ключunda problem var və beynin kirişkasını açmaq istəyəndə və dəyişiblər, mühərriyin beynini qoyublar və bu zaman mühərrik işə düşməyib. Səbəb də ona görə gəlir ki, bunun krişkasını açanda ehtiyatlı olmaq lazımdır. Çünki üst hissələrində germetrik olur. Baxın, bu hissələrdə germetrik olur. İndi bunu dəyişmişik. Nədir? Kondensator bunları dəyişmişik, bunları dəyişəcək və kondensator belə dəyişirsə yenə işləmir. Çünki driver var, 30578 driver, İspaniyol mexanizmin driveridir. Bu, həmin kondensatorların içərisində anod və katod falqalar var. Ustalar, elektroniklər bilirlər. Nədir o? Onlar açanda bu krişkanı qaldıranda, bunlar qalxırlar yuxarı. Və içəridə ucu birləşmə oturur. Birləşmə də olan kimi, beynin işləyişinə taxan kimi bunlar driverdir, buk tranzistordur və bu şeylər ucu hazırdır, yəni yandı. Və belə də, yəni silindr problemi ilə yaxınlaşırdı və axırı belə oldu. Ona görə də yəni elektroniklərə müraciət eləsəz yaxşı olar belə şeylərdə, ehtiyatlı olun hər zaman.